Hər kəs salam dostlar. Bugünkü mövzumuz cəryan bölücü dövrədir. Həmçinin bunun əsasından biz bu gün potensiometrin cəryan bölücü dövrə kimi istifadəsi haqqında da danışacağıq. Cəryan bölücü dövrə əsasən Kirxofun birinci qanununda qeyd edildiyi kimi düyün nöqtəsinə daxil olan cəryanlar və düyün nöqtəsindən çıxan cəryanlar məfhumuna əsaslanır. Bu izah həmin videoda müəyyən qədər öz əksini tapıb, amma sadə formada bu dəfəki videoda onu izah eləməyə çalışacağam yenidən. Deməli, cəryan bölücü dövrə paralel dövrə əsasında izah edilir. Bizdə yenə də nümunə olaraq komponent kimi 2 ədəd rezistordan istifadə edilib. Bu rezistorların hesablama zamanı hər bir rezistordan keçən cəryanın müxtəlif olması baxımından rezistorun qiymətini də müxtəlif götürdüm. Paralel dövrədə biz bilirik ki, gərginlik sabit qalır. Yəni, qida mənbəyinin gərginliyi bu qollar üzərində, yəni rezistor üzərində stabil olaraq 5 volt olaraq hər iki rezistor üzərinə düşür. Bu dövrədə hər iki rezistor üzərində 5 volt düşdüyünü nəzərə alaraq I1 və I2 olaraq adlandıracağımız bu cəryanların istiqaməti bəllidir və onların qiymətini də rahat bir şəkildə tapa bilərik. Yenə də Ohm qanunundan istifadə edərək I bərabərdir V bölünsün R və yaxud da U bölünsün R və burada I1-in qiyməti V bölünsün R1-dir və yaxud da V1 bölünsün R1-dir. V1, V2 qeyd edək ki, V1 bərabərdir V2-yə. Burada V1 birinci rezistor, V2 ikinci rezistor. O da bərabərdir V mənbəyə. Yəni toplam 5 volta bərabərdir. 5-in R1-in qiyməti 1 kilo ohmdur. Böldükdə 5 milliamper, I2 isə 5 bölək 10K 0,5 milliamperə bərabərdir. Bunu da başqa bir formada 500 mikroamper kimi də qeyd edə bilərik. Müqavimət az olan hissədən daha çox cəryan, müqavimət çox olan hissədən isə daha az cəryan keçəcək. Simulyasiyada bunun indi doğruluğuna biz nəzər salaq. Ampermetri gətirək və hər iki rezistorun girişinə və yaxud da çıxışına qoşa bilərik. Ampermetri 90 dərəcə fırladaraq bu formada qoşulmanı həyata keçirə bilərik. Amma yazıların oxunması sizin üçün çətin ola bilər deyə qoşulmanı bu formada həyata keçirəcəm. Gördüyünüz kimi birinci ampermetrin göstərişi 1K üzərindən keçən cəryanı göstərir ki 5 milliamperdir. Digəri isə 0,5 milli, yəni 500 mikroamperə bərabərdir. Voltmetr götürərək hər ikisinin üzərində düşən gərginliyi də ölçsək 5 volt olduğunu görərik. Digər bir məsələ isə potensiometrin köməyi ilə cəryan bölücü dövrənin yaradılmasıdır. Normalda potensiometri siz 2 ədəd ardıcıl şəkildə qoşulmuş bir rezistor kimi də düşünə bilərsiniz. 2 ədəd ardıcıl rezistor qoşulduqda bu hissə potensiometrin birinci ayağı, bu hissə üçüncü ayaq, bu hissə isə orta olan ikinci ayaq kimi götürülür və potensiometrin çevirgəsinə bağlı olan ayaq məhz bu ikinci ayaqdır ki, həmin çevirgəc sola və ya sağa fırlandıqca bu hissədə olan müqavimətin uyğun olaraq da gərginliyin qiyməti dəyişmiş olur və biz gərginlik bölücü dövrə, yəni keçən dəfəki dərsimizdə qeyd elədik ki, buradan çıxan xəttlə nə isə qidalandırmaq, ora enerji vermək uyğun deyil. Ona görə də biz potensiometri bu dəfə cəryan bölücü dövrə kimi istifadə edirik. Yəni potensiometrin ki 3 ayağı var. Sanki qida mənbəyini bu hissədən, LED və yaxud da digər dövrəyə gedən hissəni isə potensiometrin ikinci ayağından, orta ayağından çıxararaq artıq dövrəni tamamlayacağıq ki, belə olduqda potensiometrin çevirgəsini fırladırıq və ümumi olaraq potensiometrin müqaviməti artıb azalır. Buna uyğun olaraq da cəryanın qiyməti azalır və yaxud da artır. Slayda nəzər yetirsək, gördüyünüz kimi potensiometrin hər hansısa bir ayağına, kənardakı bir ayağına qida mənbəyinin müsbət hissəsi birləşib. İkinci ayağı isə sərbəst şəkildə 220 ohmluq müqavimətin köməyi ilə LED-ə birləşib, bu da batareyanın mənfi qütbünə qoşulub. Hətta belə eləyə bilərsiniz ki, üçüncü ayaq da boşda qalmasın, bunu da ikinci ayaqla qısa qapayıb belə saxlaya bilərsiniz. Bu formada da qalsa olar. Bu orta ayaq niyə görə bu hissəyə verildi? Həmin bu çevirgəcə fırlatdıqca bu ox sola və yaxud da sağa hərəkət edir. Potensiometrin müqaviməti dəyişir, tutaq ki, artır.
Nəticədə 5 voltdan gələn cəryan azalmış olur ki, ledin parlaqlığını da biz az miqdarda görəcəyik. Amma potensiometrin çevirgəsini tərs istiqamətdə fırlatdıqda və müqaviməti azaltdıqda artıq cəryan şiddəti çoxalır ki, ledin parlaqlığını da özün biruzə verir. Bəs niyə görə 220 ohmluq müqavimət istifadə eləmişik? Bu hər ehtimala qarşı led xarab olmasını deyərdi. Çünki əgər 220 ohmluq rezistor olmasaydı, potensiometrin çevirgəsini tam belə deyək, bir istiqamətdə fırlayaraq ümumi potensiometrin cari qiymətini 0 ohma gətirərdik ki, bu da mənbəyə əsasən ledin xarab olmasına gətirib çıxara bilərdi. Hər ehtimala qarşı 220 ohmluq bir rezistor istifadə etmişik. İndi bu dövrəni simulyasiyada yoxlayaq. Qeyd elədik ki, potensiometri bu formada istifadə eləsəydik və ikinci ayağı harasa bir yerə aparıb qoşsaydıq, bu orta ayaq yalnız həmin cari vəziyyətdəki gərginlik dəyişməsini göstərəcəkdi. Siqnal oxunması üçün istifadə oluna biləcəkdi və ya sensor funksiyasını yerinə yetirəcəkdi. Lakin biz bunu cəryan bölücü dövrə kimi istifadə edəcəyik. Dövrəmizin qoşulması bu cürdür. Baxmayaraq ki, biz bugün cəryan bölücü dövrədən danışırıq və qeyd elədik ki, cəryan bölücü dövrə paralel əsaslı dövrə ilə izah edilir. Potensiometr qoşulma baxımından cəryan bölücü dövrədə ardıcıllıq bu formadadır. Simulyasiyanı işə salırıq və müəyyən bir qiymətdə ledin parlaqlığını görürsüz. Bu 10 kilo-ohmluq potensiometrin 0 ohm müqavimətdə olduğunu göstərir ki, cəryan belə deyək, sanki 220 ohm üzərindən birbaşa keçir və ledi işıqlandırır. Yəni buradakı müqavimət 0-dır. İndi mən bu çevirgəci yavaş-yavaş sağa çevirirəm. Potensiometrin cari müqaviməti artır və müəyyən bir qiymətə qədər artıq ledin tamamilə söndüyünü müşahidə eləmiş oldunuz ki, bu hissədə də müqavimət 220 ohmluq müqavimətdə öz yerində. Ardıcıl şəkildə müqavimət qoşulub deyə ümumi dövrənin müqaviməti artdı, cəryanın qiyməti də azaldı. Hətta bir ampermetr qoşaraq da bunu dəqiq müəyyənləşdirə bilərik. Müqavimətin qiymətini yenidən azaldıram. Nəticədə ampermetrin göstərişi get-gedə artır. 500 mikroamperdən üzü yuxarı doğru qalxır. Artıq bunu sıfırlayanda təxminən 12 milliamperə qədər nəticəni biz ekranda görməkdəyik. Bu da müqavimətin cəryan bölücü dövrə kimi qoşulmasının bir nümunəsidir. Qeyd elədik ki, cəryan bölücü dövrə paralel dövrə əsasında izah edilir. Paralel dövrədə gərginlik sabit qalır və hər iki və yaxud da bir neçə komponentin üzərinə eyni qədər gərginlik düşməsinə baxmayaraq artıq burada cəryanlar fərqli olur. Gərginlik bölücü dövrədə isə cəryan sabit qalırdı, gərginlik düşüşləri fərqli olurdu. Bugünlük bu qədər. Növbəti videolarımızda görüşmək ümidi ilə sağ olun.